Çin dilini öyrənirəm artıq 20 ilə yaxındır. Özümə müəllimlik eləmişəm. Məndə dərin təəssürat oyandı Qarabağa qarşı. O Vayla Qarabağı, Cay Vaylay, Cuda Çanqum. Sizin üçün hiss eləmək vacibdir, yoxsa görmək? Qarabağa mən buradan salamlarımı göndərirəm. Həyatda heç nədən küçkün olmasınlar. Həyat davam eləyir, biz də davam eləyirik. Başladı. Qarabağ! Hitler başlasın. Başladı. Salam dəyərli izləyicilər. Bu gün biz görmə məhdudiyyətli Qarabağ azarkeşi Vasif Heydərovla birlikdəyik. İlk dəfə stadiona neçə yaşında getmisiniz? İlk dəfə stadiona 15 yaşında getmişəm. O da ki 2005-ci ilin avqustun 21-i Qarabağ Neftçi oyununa getmişdim. Həmin oyunda 2-2 bitmişdi. O vaxtdan bəri Qarabağ azarkeşisiz. Bəli, Qarabağ azarkeşliyəm və hal-hazırda indiyə kimi də gedirəm və son oyunu Ajax oyunda da stadionda olmuşam dostumla. İlk dəfə stadion atmosferini eşidəndə hansı hissləri keçirdin? Çox yaxşı hisslər keçirdim. Çox sevindim. Çox mənə pozitiv enerji verdi. Çox sevindirici hallar oldu, bəli. Bu dostunuz dediniz. Dostunuzun adı necə oldu? Dostumun adı Uğurdur. O məni stadionlara aparır özü ilə. Neçə ildir dostsuz bir yerdəsiz? Demək olar 30 ildən çoxdur. Bir yerdə böyümüşük. Sizi Qarabağ futbol klubuna bağlayan əsas duyğu nədir? Əsas duyğu Qarabağ bizi ad olaraq dünyada, Avropada təmsil eləyir və öz gücünü dünyada və Avropada sübuta yetirir. Ona görə bununla bağlı məndə dərin təəssürat oyandı Qarabağa qarşı. Ona görə Qarabağı mən çox simpatiyam oldu və Qarabağı mən dəstəkləməkdə hələ də davam edirəm və davam edəcəm. Stadiondakı səs-küy, azarkeşlərin sevinci, dostluğun oyunu izah eləməyi, oyun zamanı təsəvvüründə nələr canlanır? Oyun zamanı təsəvvürümdə çox şeylər canlanır. Dostum mənə izah etdiyi futboldan, rəqib komandanın hücumu, Qarabağın hücumunu mən özlüyümdə təsəvvürümə gətirirəm, görməsəm belə. Və rəqib komandanın hücumu mənə izah edir ki, rəqib komanda hücumdadır. O sözü eşidən ki, mən həyəcanlanıram ki, gol olmasın istəmirəm rəqib komandanın. Qarabağ hücuma keçdikdə çox sevindirəm. Artıq deyir, cərimə meydançasına mənə belə izah edir ki, cərimə meydançasına daxil olur. Artıq ayağa qalxıram ki, gol olsun. Və gol da deyən kimi həqiqətən sevincimi qol qışqıraq sevinirəm və azarkeşlərlə, dostumla gol sevincimi paylaşıram həqiqətən. Bəzən insanlar hər şeyi görür, amma heç nə hiss eləmirlər. Sizin üçün hiss eləmək vacibdir, yoxsa görmək? Hər ikisi vacibdir düzü. Həm görmək də vacibdir, bu dünyanı görəsən, hər bir mənzərəsini, önəmli şeylərdir. Hissiyat da özünə görə, hiss eləmək də lazımdır. Hər bir şeyi, insaniyyətliyi, hər bir şeyi hiss eləmək və görmək lazımdır. İkisi də önəmli bir şeylərdir. Oyunu eşidərək izləyirsiniz. Bəs ən sevdiyiniz səs nədir? Qolanı, tribunalardakı səs-küy, yoxsa dostunuzun səsi? Mənim ən sevdiyim stadionda qoldur. Qol sevincini paylaşmaq istəyirəm ən əsasda. Qarabağın vurduğu qolları, sevincini paylaşmaq mənim üçün qürur vericidir. Qarabağ futbolçusuna bir mesaj göndərsəydiniz, nə deyərdiniz? Qarabağ futbolçusuna mesajım ondan ibarətdir ki, daha da inkişaf eləsinlər. Qarabağı Avropada, dünyada tanıtdırsınlar, kubokları alsınlar. Avropa, Avroliqa və ya Çempionlar Liqası hansısa bir kubokunu alsın, bizləri də sevindirsin. Və Qarabağın inkişafı bizə çox qürur vericidir. Çox sevinirik həqiqətən Qarabağda. Mesajım budur. Heç oyunda ağladığınız, kövrəldiyiniz an olubmu? Kövrəldiyim, ağladığım an olmuyor. Sevinç anlarım olur. Sevinmişəm oyunda. Yadda qalan oyun varmı elə? Çox. Məsələn, Qarabağın oyunu, məsələn, Braqa ilə oyunu var. Qarabağ həmin Avroliqanın səhv eləmirəmsə 16-a 1-ə çıxmaq üçün Braqa ilə, Portuqalın Braqası ilə mübarizə aparır. Həmin oyunda çox həyəcanlı bir oyun idi. Əlavə oyun 120 dəqiqə çəkdi. Bəli, Qarabağ da həmin oyunda çox əziyyət çəkdi, amma mərhələ keçən də Qarabağ oldu. Bu mənim üçün çox qürur vericidir. Ən sevdiyiniz Qarabağ oyunçusu hansıdır? Ən sevdiyim Qarabağ oyuncusu yerli oyunculardan Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə. Xaricilərdən isə Abdullah Zubir, Kadi Borges, qapıcıdakı mükəmməl oynayan həqiqətən Kohalski. Artıq onu bütün dünya səviyyəsində demək olar ki, öz qapıcılığını sübuta yetirir.
Futbolla bağlı ən böyük arzunuz nədir? Futbolla bağlı ən böyük arzum klublarımızın, milli komandamızın dünyada və Avropada güclü olmasını istəyirəm. Və Qarabağ klubu ilə də Qarabağ klubunun da inkişafını istəyirəm və onlarla da görüşmək istəyirəm. Qurban Qurbanovla, onun rəhbərliyi ilə, oyunçularla əl-ələ əl sıxışdırmaq istəyirəm, görüşmək istəyirəm onlarla. Bir xatirə şəkili olaraq onlarla bir şəkil çəkdirmək istəyirəm. Bu müsahibəni izləyən insanlara, xüsusilə də müəyyən imkanlardan məhrum olan şəxslərə nə demək istəyərdiniz buradan? Həyatda heç nədən küskün olmasınlar. Həyat davam eləyir, biz də davam eləyirik. Ümidlərin bu həyatdan heç nədən kəsməsinlər, Allahdan da kəsməsinlər. Hər şey yaxşı olacağını mən ümid edirəm bu həyatda. Bəs futboldan başqa nəyə marağınız var? Əlavə məşğuliyyətləriniz varmı? Bəli, əlavə məşğuliyyətlərim var. Məsələn, nərd oynaya bilirəm, görməsəm belə. Nərdi mən hiss edirəm və dostumla mən oynayıram o oyunu. Başqa məşğuliyyətim isə dil öyrənməyə həvəsim var. Həmin dildəki Çin dilidir. Çin dilini öyrənirəm artıq 20 ilə yaxındır. Avqust ayında, avqustun 2-si 2006-cı ildə başlamışam öyrənməyə. Müəllimim olmasa belə özümə müəllimlik eləmişəm. Öyrənmişəm və həvəsim də var. Bəs Çin dilini necə öyrənmisiniz? Hardan öyrənmisiniz? Çin dilini mən Çin beynəlxalq Çin radiosunu öyrənmişəm daha doğrusu. Oradan radiodan mən neçə oradan sözlər öyrənmişəm və mənə kömək olub və dostumun vasitəsilə də neçədən çinlilərlə mən görüşmüşəm. Onlarla da danışıb ünsiyyət qurmuşam. Bu mənə çox xoş olub. Çin dilində bizə bir cümlə eşidə bilərsinizmi? Bəli, mən Çin dilində Qarabağı təbrik eləmək istəyirəm. Məsələn, Buyurun. o Vayla Qarabağı Cayvaylay Cuda Çangum. Mən Qarabağa gələcəkdə uğurlar arzu edirəm. Qarabağ 在世界非常强的俱乐部。Qarabağ dünyada çox güclü bir klubdur.我从在这里告诉这个Qarabağ俱乐部你好，我告诉mən好. Mən buradan Qarabağa salamlar deyirəm. Salam göndərirəm. Çox sağ ol Vasif, təşəkkür edirəm. Müsahibəmizdə iştirak elədin. Gələcək karyeranda uğurlar arzulayıram sənə. Çox sağ olun. Sizə də mən təşəkkürümü bildirirəm ki, məni bura dəvət etdiniz. Saydınız, diqqət göstərdiniz mənə. Minnətdaram sizə, əziyyətinizə hədər getməsin. Və son olaraq yenə də Qarabağa mən buradan salamlarımı göndərirəm. Və inşallah nə vaxtsa onlarla görüşməyimi ümid edirəm. Minnətdaram hamınıza. Sağ ol.